Salam hörmətli yoldaşlar, mən Rahib Yüzbaşov. Söz verdiyim kimi müsahibə hazırlıq təliminin 4-cü bölümünü sizlərə təqdim edirəm. Bugünkü bölümümüzdə təhlükəsizlik mədəniyyəti barədə sizə informasiya verəcəyik. Bildiyiniz kimi müsahibələrdə təhlükəsizlik mədəniyyətinin nə olduğu barədə müəyyən suallar verirlər. Biz də bunu nəzərə alaraq sizin üçün müəyyən suallar formalaşdırmışıq. Eyni zamanda bunların cavablarını sizə təqdim edəcəyik. Bu mövzumuza keçməmişdən öncə mən həm öz adımdan, eyni zamanda ölkəmizdə olan bütün həmkarlarımın adından Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Anar Əliyevə, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvanə xanım Vəliyeva təşəkkür edirəm ki, təhlükəsizliklə bağlı, hətta Milli Məclis səviyyəsində müəyyən məsələlər qaldırır, 45.001 standartın tətbiqi ilə bağlı müəyyən məsələlər qaldırır və bizim STM əməkdaşlarına köməklik edir və beləliklə də təhlükəsizlik mədəniyyətinin müəssisədə inkişaf etməsinə dəstək göstərir. Gəlin mövzumuzu davam etdirək. Yoldaşlar, bildiyiniz kimi təhlükəsizlik mədəniyyətinin inkişaf etməsində problemləri olan təkcə bizim ölkəmiz deyil. Eyni zamanda başqa ölkələr də həmin çətinliklərlə üzləşirlər. Misal gətirə bilərik Avropa ölkələrini, Amerika, İngiltərə. Bu ölkələr də keçmişdə elə şəkildə gördüyünüz kimi təhlükəsizlik mədəniyyəti ilə bağlı müəyyən çətinlikləri olub. Yaxşı, onlar necə olub ki, təhlükəsizlik mədəniyyətini inkişaf etdirməyə nail olublar? Təbii ki, müəyyən qaydalar seçməklə, müəyyən standartlar yazmaqla, hər hansısa konversiyaları qəbul etməklə və onların tətbiqini həyata keçirməklə. Yaxşı, biz də Azərbaycan Respublikasında təhlükəsizlik mədəniyyətini necə formalaşdıra bilərik? Təbii ki, biz təhlükəsizlik mədəniyyəti formalaşdırmaq üçün rəhbərliyin dəstəyini əldə etməliyik. Əks halda bu bizim üçün çətin ola bilər. Eyni zamanda müəssisədə davamlı təlim və həmçinin işçilərin birliklərinin inkişaf etdirilməsində müəyyən işlər görməyimiz lazımdır. Həmçinin kollektiv məsuliyyət hissini işçilərə aşılamalıyıq, izah etməliyik və bunu formalaşdırmalıyıq. Həmçinin açıq ünsiyyət hissini formalaşdırmalıyıq ki, işçilər hər hansısa bir təhlükəni deməkdən çəkinməsinlər və davranış və vərdişlərin formalaşmasını da tətbiq etməliyik ki, biz hansı ki qaydalar gündəlik tətbiq olunsun və beləliklə də o işçilər təhlükəsizlik mədəniyyətini formalaşdırmış olsunlar. Və eyni zamanda risklərə qarşı həssaslıq. Biz bildiyimiz kimi müəyyən işlər görürük, bunlarla bağlı bizim risklərimiz olur və o riskləri biz nəzərə almadıqda, minimuma indirmədikdə biz müəyyən hansısa itkilərlə üzləşirik və ya xəsarətlərlə üzləşmiş oluruq. Elə şəkildə gördüyünüz kimi, misal üçün, hər hansısa bir işçi ofisdə təhlükəsizlik qaydalarını pozduqda, stolda misal üçün oynadıqda və beləliklə də yıxılmış ola bilər, eyni zamanda xəsarət alır. Bu həm məhsuldarlığa ziyan olur, eyni zamanda onun sağlamlığına təhlükə yaratmış olur. Həmçinin hər hansısa bir işçi misal üçün stolun üzərində idmanla məşğul olur və fikir verirsiniz, şəkildə gördüyünüz kimi hər hansısa bir sağlamlığına təhlükə yaratmış olur. Və ya işçilər ciddi xəsarətlərlə üzləşirlər və hətta müəyyən işçilər olur ki, gözlərini itirə bilərlər və ya hər hansısa bir ciddi xəsarətlə üzləşə bilərlər. Və müəssisələr təhlükəsizlik mədəniyyətinə üstünlük vermədikdə bəzən görürsən müəssisələrin sayı artmış olur. Hətta müəyyən xəsarətlər ciddi olduqda və yaxud da ki, hər hansısa bir xəsarətlərdən dolayı müəyyən şikayətlər olduqda və beləliklə də hətta həbsə belə gətirib çıxarda bilir. Və müəssisə başqa hansı ziyanlarla üzləşə bilər? Təhlükəsizlik mədəniyyətinə üstünlük vermədikdə təbii ki, maliyyə itkisi ilə üzləşə bilər. Misal üçün, hansısa bir təhlükəsizlik mədəniyyəti olmayan şirkətdə avadanlığın yanması, sıradan çıxması və yaxud da ki, hansısa bir işçinin ciddi şəkildə xəsarət alması, beləliklə də müəssisə həmin işçi üçün müəyyən maliyyə sərf edir ki, beləliklə də şirkət maliyyə itkisi ilə üzləşmiş olur. Və həmçinin mənəvi təsir.
Bildiyiniz kimi, təhlükəsiz mədəniyyəti olmayan müəssisədə, şirkətdə işçilər demotivasiya olur. Beləliklə də bu da həm məhsuldarlığa təsir edir və eyni zamanda şirkət peşəkar işçilərini itirmiş olur və ya şirkətə peşəkar işçilər gəlmək istəmirlər. Nəyə görə? Çünki o şirkətdə təhlükəsizlik mədəniyyətinin olmadığına görə. Və yoldaşlar, başqa bir misalla təhlükəsizlik mədəniyyəti barədə sizə bir informasiya vermək istəyirəm. Misal üçün, siz valideynləri görmüsünüzmü? Evdən çıxarkən uşaqlarını əllərindən tutmurlar və ya bağçada, təhlükəsiz bir yerdə gedəndə uşaqlarının əlindən tutmurlar və ya parkda gedərkən uşaqlarının əlindən tutmurlar. Lakin piyada keçidindən yaxınlaşanda uşaqların əlindən dərhal valideynlər tuturlar. Sizcə bunun səbəbi nədir? Təbii ki, bunun bir səbəbi vardır. Nəyə görə? Çünki uşaqlar təhlükə ilə üzləşə bilərlər və burada risk yüksəlir deyə ona görə də valideynlər nə edirlər? Uşaqların əlindən tuturlar ki, hətta ola bilsin, hansısa bir sürücü telefona baxa bilər və yaxud da ki, maşında hər hansısa bir texniki problem yarana bilər və beləliklə də uşaqları qorumuş olurlar ki, uşaqların əlindən tuturlar. Və misal üçün, elə valideynlər var ki, uşaqlarını öyrədirlər, piyada keçidindən necə keçmək lazımdır və beləliklə də o qaydalara riayət etməklə həmin uşaqlar piyada keçidindən təhlükəsiz şəkildə keçmiş olurlar. Yaxşı, diqqət yetirmisinizmi ki, hansı ki uşaqlar valideynsiz gedəndə və yaxud da ki, piyada keçidindən keçərkən heç svetofor'a baxmadan telefonla yolu keçirlər. Təbii ki, bu hallar nadir hallarda olsa belə baş verir. Yaxşı, nəticəsi nə olur? Şəkildə elə gördüyünüz kimi xəsarətlər, hətta ölüm halı da olur və nəticəsi də göz qabağında olur. İnsan sağlamlığını itirir və təhlükələrlə üzləşir. Yaxşı yoldaşlar, biz təhlükəsizlik mədəniyyətini qurduqdan sonra bunun hansı bir üstünlüyünü əldə etmiş olaraq, bunun əhəmiyyəti nədir? Təbii ki, iş yerlərində qəzalar və hadisələr azalmış olacaq. Yəni, bu da şirkətə sərf etmiş olacaq. Eyni zamanda iş yerlərində sağlamlıq və sağlam və təhlükəsiz iş mühiti yaranmış olacaq və şirkət mənəvi, hüquqi və maliyyə baxımından itkilərlə üzləşməyəcək. Eyni zamanda şirkətdə hansısa bir rəqabət hissi artacaq ki və o şirkətin təhlükəsiz mədəniyyətində bu effektiv bir rol oynayacaq. Eyni zamanda reputasiyası artmış olacaq ki şirkətin, beləliklə də o şirkətə başqa şirkətlər iş vermiş olacaqlar. Eyni zamanda təhlükəsiz mədəniyyəti olan müəssisələrdə komanda ruhu güclənmiş olacaq və həmçinin işçilər motivasiyalı olacaq, işə gəlməyə həvəsli olacaqlar, işlərini görməyə həvəsli olacaqlar və beləliklə də işçilər təhlükəsiz mədəniyyətini müəssisədə formalaşdırmış olacaqlar. Uca Rəbbimiz bildiyiniz kimi bildirir. Əgər bir insan hər hansısa bir insana ziyan vermiş olarsa, onun ölümünə səbəb olarsa, o dünyada olan bütün insanların ölümünə səbəb olmuş olar. Yox, əgər bir insan hər hansısa bir insanın sağ qalmasına dəstək göstərmiş olarsa, beləliklə bütün insanların sağlamlığına dəstək göstərmiş olar. Bax, biz də çalışmalıyıq ki, təhlükəsizlik mədəniyyətini müəssisələrimizdə, şirkətlərdə formalaşdırmalıyıq ki, hər işçi evindən necə təhlükəsiz gəlibsə, o təhlükəsiz şəkildə də evinə getməlidir. Təhlükəsiz mədəniyyətini biz necə formalaşdıracağıq? Təbii ki, öyrənməklə. Bilməyimiz lazımdır ki, təhsil və elm insanı mütəxəssis edir, həkim edir, hətta mühəndis belə edir. Ona görə də biz təhlükəsizlik mədəniyyətini öyrənməliyik və müəssisələrimizdə tətbiq etməliyik və beləliklə də həm şirkət qazanmalıdır, həm də işçi sağlam olmalıdır. Güman edirəm ki, təhlükəsizlik mədəniyyəti ilə bağlı sizə verdiyimiz bu nümunələrdən müəyyən faydalar götürmüş olacaqsınız və beləliklə də təhlükəsizlik mədəniyyətini öz müəssisənizə, öz şirkətinizə quracaqsınız. Qulaq asdığınıza görə təşəkkür edirəm. Gələn bölmələrdə görüşənə qədər sağ olun.